Mövsüm Səna'nın 125 illiyinə həsr olmuş xatirə gecəsini keçiririk. Və burada çox gözəl bir sərgi yaratmışıq, onun fotolarından ibarət, kino sənətində göstərdiyi fəaliyyətlə bağlı. Və burada çox maraqlı filmlərdən fraqmentlər göstərildi. Unikal bir jurnalı göstərdik. Onun 70 illik yubileyi 1971-ci ildə. Yəni bugün biz çalışdıq bura toplayaq o insanları, kim ondan ünsiyyətli olub, kim onu tanıyıb. Və mən belə hesab edirəm ki, gecəmiz uğurla alındı. Bir kanı gözünüz güne koymuşsan. Bu akşam bir bize buyur. Konaklarımız olacak. Gel ara. Hala bala ulan. Ben yol olsa. Yürü. Yürü daha titreme ha, yürü. Mövsüm Sənani nadir aktyorlardan idi ki, facia rollarında oynayırdı, dram rollarında oynayırdı, komedi rollarında oynayırdı. Mövsüm Sənani nadir aktyorlardandır ki, 200-dən çox obraz yaradı. 1938-ci ildə premyerası olan Vaqif əsərində Eldarın rolunu 30 il sonra da böyük şövqlə, böyük uğurla ifa edib. Bütün şəkildə bizim gülüş mədəniyyətimizi, milli karnaval estetikasının formalaşmasında Mövsüm Sənaninin xüsusi rolu var. İndi bizim zamanında xan haradaydı? Axı xan buradaydı. 2 qutu barıt da gətirmişdi. Benim 2 oğlum cephede halaç olup ki, sen onların hiç ayağını tozu da olabilmez. Ben de burada kösaldıqaç oynamıram. Evdə həmişə çalışardı, ovqatımızı qaldırsın, yaxşı əhval-ruhiyyə olsun. Masa arxasında oturanda bir qəşəng bir misallar gətirərdi, söhbətlər eləyərdi. Bizim qapılar bağlanmırdı. Hamı xahişə gəlirdi. Heç birində atam elə-belə yola salmırdı. Beləncə verilişlər atamın həyatını uzadır. Çünki atam həmişə deyərdi ki, nə qədər yadda olacağım, o qədər də yaşayacağım. Hələ ki atam yaşayır.